Dostlar, bildiyiniz kimi çətin bir oyundan çıxdıq, çətin bir səfər oyunundan çıxdıq, məğlubiyyət yaşadıq. Düşünürəm ki, bu oyunda əsas məsələ Flikin düzgün 11'liyi meydana buraxmaması idi. Biz Ferran Torres'in mövqeyində Rashford və yaxud da Rafinha'nı gözləyirdik. Rashford, Rafinha hardasa başa düşüləndi, zədədən yeni qayıdıb. Ola bilər ki, onu birdən-birə belə deyək də təzyiqə, gücə salmaq istəmir. Tam 90 dəqiqə oynatmaq istəmir. Amma ən azından Premier Liqa təcrübəsi olan Marcus Rashford'u həmin mövqedə start heyətdə başlatmaq olardı ki, onun zaten Premier Liqa təcrübəsi var, həm də cari heyətdə Chelsea ən çox gol vuran futbolçudur. Barcelona heyətindən söhbət gedir təbii ki. Araujo'nun yerinə isə Christensen'dən başlaya bilərdik. Həm Araujo'nun böyük oyunlarda saatlı bomba kimi davranışı ki, neçənci dəfədə artıq bu klubu çətin vəziyyətdə qoyur. Baxmayaraq ki, kapitanlıq sarğısı taxır. Həm də Christensen'in Premier Liqa və Chelsea təcrübəsi olduğu üçün düşünürəm ki, Chelsea'nin DNA'sına bələddir deyə həmin maçda biz Christensen'i start heyətdə görsək daha necə deyərdik, fərqli nəticə görə bilərdik. Yəni hücumun sol cinahında Rashford və ya Rafinha, mərkəzdə isə Araujo'nun yerinə Christensen. Amma indi artıq bu barədə nəsə bir müzakirə etmək artıq məntiqli deyil. Zaten olan olub, məğlub olmuşuq. İrəliyə baxmaq lazımdır. Qarşıda Çempionlar Liqasında daha 3 oyun var. Bu 3 oyundan maksimum 9 xal qazana bilərik ki, bu 9 xalda qazanıb rəqiblərin büdürəməsini gözləməliyik. Əminəm 8-liyə düşəcəyimizi düşünürəm, amma düşməsək belə play-offlarda olacağımıza əminəm ki, ötən mövsüm də göstərdi ki, play-offda olmaq üçün, daha doğrusu çempion olmaq üçün 8-likdə olmaq vacib deyil. Əsas odur ki, play-offa vəsiqə qazanaq. Ümid edirəm ki, bu baş verəcək və ümid edirəm ki, son 3 oyundan maksimum nəticə qazanaraq adımızı play-offlara yazdıra biləcəyik.